Deməli, şor düzəltmək üçün bizə nə lazımdır? Çox sadə. Süd, qatıq, ocaq, qazan, qaşıq, qapaq. Vəssalam. Belə, bu qədər sadə. Süd 3 euro yarım, bu da 80. Təxminən hardasa 4 euro 20 sent saat belə xərcim çıxır. 9 manat. Let's go! Şor macəramız davam edir. Deməli belə. Nə elədim? Südü qızdırdım. Və qatığı əlavə elədim. İndi isə qoymuşam mayalanmağa. Bu mayalanma prosesi 12 saatdan çox çəkir. Belə deyirlər. Ulu babalarımızdan, nənələrimizdən gördüyümüz budur. Gözləyək. Görən necə olur. Dəyərli şor sevərlər, deməli keçirik ikinci mərhələyə. Hansı ki hazırladığım o qarışım var idi, südlə qatıq. Onu 15 saat qoydum mayalansın. Mayalandı və belə bir şey alındı. Yəni nə qatıqdır, nə süddür, nə də ki ayran. Deməli bunu təzədən qoyuram isinməyə. Digər mərhələlərdə deyəcəm. Let's go. Sonuncu mərhələ. Şoru süzdük bu formada. Xüsusi tənziflə. Görək necə olur. Şor macəramızda 48 saat sonra əldə etdiyimiz məhsul budur. Bu nədir? Bu xam neft deyək. Bu şorun xam halıdır. Bunu indi işləyəcək. Müxtəlif çeşid şorlar hazırlayacaq bundan.